daha 3 gün öncə Suriyanın doğusunda baş verən olayların qarşılığında Batısında Akdeniz sahillərində Tartus və Laskiya bölgəsində İran və Rusiya və İsrailin qışqırtması nəticəsində bir məzhəbçilik hərəkətlənməsi baş verdi. Dini inancları olan ayrı-ayrı soydaşlarımızı küresel bir siyasetin içərisində oyuncağa çevirmək istəyən qüvvələr oldu. Bu qüvvələrin nə istədikləri, niyə bu addımları atdıqları və bu addımları atarkən hansı dinamikləri tərpətdikləri də bizim üçün çox önəmlidir. Siz də özünüz gördünüz ki, Laskiyada özəlliklə Ələvi adı altında böyük bir soyqırım olunmasından bağlı yayın quruluşlarında, sosial medyada böyük səs-küylər qoparıldı, yazılar yazıldı və eyni zamanda bundan öncə daha çox qışqırdıcı açıqlamalar biz gördük və bunun mahiyyəti nə idi, niyə bunu etdilər və eyni zamanda bunların arxasında kim dururdu? Gerçəkdən orada bir məzhəb ayrımçılığına dözümsüzlük var idi, onları dini görüşlərinə görə mi öldürürdülər? Bütün bunlar təbii ki, hər kəsi düşündürdüyü kimi və bu düşüncələr içərisində də kirli siyasi niyyətlərin həyata keçirilməsində ayrı-ayrı dövlətlərin yeri və rolunun aydınlanmasına böyük ehtiyac var. Suriya Milli Ordusu özəlliklə böyük bir hərəkətlənmə gerçəkləşdirib və nəhayətdə Şam terrorist rejimi, Əsad ailəsinin rejimi, Bəs rejimi böyük bir məğlubiyyətə uğramışdır. Xalqı uzun müddətli böyük işgəncələrə məruz qoyan, insanların mənəvi, əxlaqi dəyərlərinə toxunan, kütləvi insanların qırılmasında iştirak edən, böyük bir həbsxana yaradan bir rejim süqut etdi və bu rejimin təbii ki, süqut etməsində bir çox qüvvələr olduqca narahat oldular. Bu rejim üzərindən siyasət quran dövlətlər var idi. Onlardan birincisi Rusiya idi, ikincisi İran idi. Üçüncüsü də biz nəhayət ki, siyasətin gedişatında İsrailin olduğunu gördük. Eyni zamanda həm İrana qarşı görüntü verən bir İsrail, sanki İrana qarşıdır, Suriya Bəşər Əsəd rejiminə qarşıdır və belə bir rejimlərə qarşı olduğu bir zamanda onlarla bir çatışma halında olduğunu biz gördüyümüz halda olayların sonraki mərhələsində gördük ki, əslində onların gizli ilişkiləri tam mənada ortada olmuşdur. Təbii ki, bilirsiniz ki, bu haqda mən özəlliklə İranın İsraillə bağlı gizli işbirliyi, bir əl oynadıqları, eyni hədəf uğrunda mübarizə apardıqları haqda dəfələrlə açıqlama vermişəm. Siyasi həyatımda daha çox bu mövqeyimi sərgilədiyimdən hadisələrin gedişatı da mənim kimi düşünən çox saylı siyasətçilərin haqlı olduğu ortaya çıxdı. Təbii ki, dövlətlərimiz bunu bilirdi. Dövlət içdən ayrı-ayrı qüvvələr arasında olan münasibətləri öyrənə bilirdi. Amma eyni zamanda bu toplum tərəfindən bilinmədiyinə görə ayrı-ayrı dövlətlər içərisində yaşayan xalqlar, özəlliklə Türkiyədə və Azərbaycanda və bölgə dövlətlərində yaşayan xalqları bu həm də şaşırtdı ki, bu nasıl ola bilir, necə ola bilir deyə. Amma həqiqətlər getdikcə daha çox ortaya çıxdığından kimin kimdən olduğu bir daha özünü ortada tam mənasından, çıplaqlıqla sərgiləməkdədir. Böyük bir məğlubiyyətdən sonra bu məğlubiyyətə həzm etməyən İsrail, İran və Rusiya sonraki dönəmlərdə bir revanş siyasətinin içərisində yer aldıqlarını biz hiss edirdik, dəfələrlə səsləndirirdik. Bu mətbuatda da bu geniş işıqlanırdı. Xüsusilə Xamneyi cənablarının hələ Bəşər Əsəd rejimi çökəndən sonra verdiyi ilk açıqlamalarda Türkiyəni hədəf alan bir açıqlama vermişdi və olayların arxasında Türkiyənin olduğunu bildirərək daha bir açıqlama vermişdi ki, bu məğlubiyyəti
Suriya gəncliyi bağışlamayacaq. Suriya gəncliyi yenidən hərəkətə keçəcək və Bəşər Əsəd rejimini yıxan gücləri də yenidən siyasi səhnədən siləcəklərini elan etmişdi. Və təbii ki, İran rejimi gün-o-gün Suriya içərisində məzhəbçilik üzərindən yeni ciddi bir hərəkətlənmənin içərisində yer almışdır. Rusiya qüvvələri İrana bu konuda dəstək vermişlər və eyni zamanda İsrail də bu və ya digər formada daha çox kommunikasiya, bilgi, informasiya konusunda bunlarla eyni hədəf uğrunda mübarizə aparmışlar ki, indiki rejimi yıxmaqla əslində Türkiyədən bir qisas ala bilsinlər və Suriyanı yenidən xaos hərəkətlənmə meydanına çevirib Suriya üzərində özlərinin xülyalarını, özlərinin xəritələrini həyata keçirə bilsinlər. Orada ayrı-ayrı maraqlar içərisində bunlar vurnuxurdular və nəhayət bir neçə gün bundan öncə birləşmiş bu koalisiya Suriyada bir alçaqca hərəkətlənmə gerçəkləşdilər. Xalqa qışqırtdılar ki, falan yerdə falan kəsi öldürürlər və istədilər ki, insanları kütləvi olaraq sokaklara çıxarsınlar. Və eyni zamanda Bəşər Əsəd dönəmindən qalan əskəri güclər də silahlı olaraq meydanlara çıxdılar. Bunların içərisində generallar, yüksək rütbəli zabitlər də var idi ki, onlar həmən öz əskəri güclərini yenidən formalaşdırıb mövcud rejimi, siyasi hakimiyyəti yıxmaq uğrunda mübarizəyə qalxdılar. Və belə bir mübarizə də təbii ki, Suriyanın yeni Cumhurbaşkanı Əhməd Əl-Şaranın öncüllüyündə bastırıldı bu üsyan deyək, bu hərəkətlənmə və təbii ki, çox təəssüflər olsun ki, hələ tam dövlət strukturları oturuşmadığına görə üsyanın yatırılmasında bir sıra yanlışlıqlar və provokasiyalar da özünə yer ala bildi və xalq içərisində sivil insanlar arasında da mən deyərdim ki, çox saylı insanlar məhv edildi və bunların da məhv edilməsində mən düşünürəm ki, xüsusi xidmət orqanlarının yeri və rolu böyük oldu. Özəlliklə Rusiya kəşfiyyatının, İran kəşfiyyatının və İsrail kəşfiyyatının ayrı-ayrı qalıntıları və Bəşər Əsəd əskərləri xalqın içərisində bir sıra sivil insanların ölümündə iştirak edib, xalqı ayağa qaldırıb insanları öldürürlər. Özəlliklə din inanclarına görə öldürürlər. Sanki bir sünni, şiə mübarizəsi var deyə belə bir açıqlamalar içərisində oldular. Nəhayətdə bütün bu kirli niyyətlər öz həllini tapa bilmədi. Xalq nə qədər ağrılı, acılı olsa da Bəşər Əsəd əskərlərinin yanında deyil, Əhməd Əl-Şaranın liderində olan legitim quruluşu dəstəkləməyə, Suriyanın parlaq gələcəyinin yanında olmağa bir mövqe sərgilədilər. Və beləliklə də bu üsyan yatırıldı. Üsyanı yatırıldıqdan sonra özünüz də bildiniz ki, bir çox dünya basınında Əhməd Əl-Şaranın bir qatil obrazında təqdim etmək niyyətləri oldu. Xüsusilə biz bunu Türkiyə kamuoyunda daha aydın hiss etməyə başladıq. Türkiyə kamuoyunda özünü Ələvi toplumun nümayəndələr sayan bir sıra siyasətçilər çılğın bir durumda Əhməd Əl-Şaranın üzərinə getməklə və Əhməd Şara üzərindən də Türkiyənin mövcud hakimiyyətinə, iqtidarına qarşı bir müharibədə yer aldılar. Özlərinin iqtidar müxalifət savaşını milli mücadiləmizə, dövlət anlayışımıza qarşı qoydular. Biz bunları da gördük. Hansı qaynaqdan və kimlərlə bunlar işbirliyində olduqlarını gördük, sezdik və onları dəqiq bir analizində edə bildik. Türkiyə dövləti də bu cürə güclərlə kimin bir yerdə olduğunu Adanzəyə qədər öyrəndi. Əhməd Əl-Şara da öz coğrafiyasında kimlərin harda və nə ilə qidalandıqlarını, necə yaşadıqlarını test edə bildi və nəhayət də böyük bir sınaqdan çıxdılar, uğurlu bir sınaqdan çıxdılar.